Sosial şəbəkələrdə sizin də qarşınıza çıxıb ki, motivasiyasız insan hərəkət edə bilmir və məqsəd yönlü ola bilmir. Əgər siz də bu absurd düşüncəyə inanırsınızsa, bu videonu axıra qədər izləyin, bəyənin, paylaşın və kanala abunə olmağı unutmayın. Motivasiya bizim emosiya və hisslərimizlə əlaqədar olan bir şeydir. Əgər bizim emosiyalarımız müsbətdirsə, səhər-səhər normal yuxu yatıb durmuşuqsa və ya xoşladığımız mahnı eşidiriksə və xoşladığımız insanlarla üzləşiriksə, motivasiya olur və xoşladığımız hava proqnozu varsa, motivasiyamız olur. Motivasiya çox amillərdən asılı olan bir şeydir. Əsassa hiss və emosiyalarımızdan asılıdır və buna arxalanaraq, əgər uğur əldə etmək istəyirsinizsə və məqsəd yönlü olmaq istəyirsinizsə, bu sizi yarı yolda qoyacaq. Əgər həqiqətən də məqsəd yönlülüyün nə olduğunu bilmək istəyirsinizsə, məqsəd yönlü olmaq, yəni ki, gündəlik sistem halında lazımı addımları atmaq və uzun müddətli perspektivlərə. Bu sizin hansı hisslərinizi olmağına baxmayaraq, nə hiss etdiyinizə baxmayaraq, hansı əhval-ruhiyyədə olmağınıza baxmayaraq, hər gün lazımlı addımları gündəlik şəkildə atmağınız sistem halında sizi yalnız və yalnız uğura çatdıran yeganə, yəni tək amildir. Və başqa motivasiya və s. buna oxşar amillər isə ikinci və üçüncü təbəqəli sadəcə olaraq sistem halında məqsəd yönlü olmaqdan sonra vacib olmayan və əlavə amillər kimi sayılır.